cümlədən çox maliyyə sahəsinə öz təsirini göstərir. Burada süni intellekt ümumiyyətlə insanların işini asanlaşdırmaq üçün yaradılmış bir alətdir və mühasibatlıqda da bu istifadə və tətbiqi var və bu tətbiqi daha da inkişaf edəcək. Bu daha çox mühasib operatorların işinə belə deyək, süni intellekt əvəz edə bilər. Amma daha çox mühasibatlıq standartlarını bilmək, onun çoxda tətbiqi, interpretasiyaların situasiyaya uyğun çoxda yansıması, maliyyə proqnozları ilə bağlı qeyri-alqoritmik düşüncə süni intellektdə yoxdur. Ona görə də süni intellekt bizim işimizi asanlaşdıracaq, maliyyət, mühasibatlıq işini də asanlaşdıracaq, tamamilə əvəz edə bilməz, qismən əvəz edə bilər qeyd etdiyim sahələrdə və həmkarlarımı da xahiş edirəm öz fikirlərini bildirsinlər. Mən düşünürəm ki, mühasibatlıq bir elmdir və müasir mühasibatlığın əlifbası olan debit krediti 16-cı əsrdə əgər bu Kapachov tərəfindən əsası qoyulursa, 5 əsrdir aktual olan bir elmin çox qısa bir zamanda yox olmasını mən düşünmürəm. Düzdür, süni intellekt, Niyazi müəllim qeyd elədi ki, bir alət kimi mühasiblərin, maliyyəçilərin işini asanlaşdırır. Amma burada bir reallıq var ki, müasir mövcud süni intellekt məlumatları insanın istehsal edildiyi məlumatlardan öyrənir. Mən düşünürəm ki, bir süni intellektçi əgər insandan öyrənmək məcburiyyətindədirsə, o texnologiya hər zaman insanlıqdan asılıdır. Yəni, biz ondan yox, o bizdən asılıdır. Mühasibat elmi transformasiya ola bilər. Mühasibatlıq bir enerji kimi, enerji də bilirsiniz, təbiətdə etmir. Bir haldan, bir formadan digər formaya çevrilməlidir. Müəyyən dərəcədə transformasiya və reformasiya ola bilər, amma mən düşünürəm ki, heç vaxt deformasiya olmadır. Yəni, mühasibatlıq bir elm kimi hər zaman öz aktuallığını saxlayacaq. Mən kiçik əlavə edeyim. Normalda ola bilər müəyyən baş verən proseslər peşəyə təsir edə bilər, amma Azərbaycanda mümkün deyil. Çünki biz hələ də bugün sahibkar və yaxud da mühasiblər və əksəriyyəti bu prosesləri hələ də batacaq qrupu üzərindən hesabat verən şəxslər görmüşük. Biz adətən sahibkardan soruşmuşuz, sizə mühasib ay ərzində istehsalatla bağlı hansı hesabatı veririk? Sizdə bununla bağlı məlumat verildi, mənfəzələr verildi, kəşfat verildi. Açıq-açıq qrupun orada ancaq şəkillərdən ibarət hesabat göstərir. Belə bir müddətdə düşünürəm ki, süni intellekt və digər inkişaf bizim mühasiblik peşəsinə təsir eləsin. Bu biraz bizim müddətdə mümkün deyil.